Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Zəngəzur dəhlizindən necə keçəcəyik? İrəvan açıqladı. Azərbaycanlılar erməni hərbçilərlə Putin Paşinyana qarşı hücuma keçdi. Qapalı görüşdə nələr baş verib? İran seçim qarşısında Azərbaycan və Rusiya. Bölgənin taleyi dəyişir. Paşinyanı devirmək üçün seçki hiləsi hazırlanır. Akopyan detalları açıqladı. İlham Əliyev Pezeşkiyana zəng edib təbrik etdi. Aprelin 8-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyana zəng edib. Dövlət başçısı İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb. Məsud Pezeşkiyan bu təbriklərə və ölkəmizin İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı iki tərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi aparılıb. Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 1-də Moskvada baş tutan görüşünün pərdəarxası detalları haqqında məlumatlar yayılıb. Hraparak nəşri bağlı qapılar arxasında kifayət qədər sərt söhbətin aparıldığını iddia edir. Nəşr yazır ki, Moskva Paşinyanla hansısa razılaşmanın əldə edilməsinin mümkün olmadığını anlayıb, buna görə də praktiki addımlar atır. Kreml Paşinyan hökuməti ilə əlaqələrə malik iş adamlarının, şirkətlərin, hətta mədəni təşkilatların Rusiyaya girişini qadağan etmək qərarına gəlib. Rusiyaya spirtli içkilər ixrac etmək icazəsi olan Prosyan Brandy Factory şirkətinin lisenziyasının ləğv edilməsi haqqında söhbətlər gedir. Hətta ruslarla nisbətən isti münasibətlər quran Ermənistanın Rusiyadakı səfiri Burgen Arsenyan və ətrafı arzu olunmaz şəxs elan edilib. Nəşr iddia edir. Ermənistanda Hakim Vətəndaş Müqaviləsi Partiyasının seçkilərdə səslərin 50%-dən çoxunu qazanmaq şansı yoxdur. Bu iddia ilə erməni ekspert Vigen Akopyan çıxış edib. O, son rəy sorğularına istinadən belə düşündüyünü bildirib. Hər iki vətəndaşdan biri hakim partiyanın iqtidarda qalmasını istəmir. Hakimiyyətin koalisiya yarada biləcəyi tərəfdar partiyaları da çox pis nəticələr göstərir. Araşdırmalara görə bu partiyalar minimum həddi keçə bilməyəcək. Seçkidə yüksək fəallıq olarsa, hakimiyyət üçün vəziyyət daha da pisləşəcək. O bildirib. Gallup International Ermənistan ofisinin sorğularına əsasən seçkidə 60% fəallıq olacağı gözlənilsə də, Akopyan bunun qeyri-real olduğunu düşünür. Onun fikrincə, hakimiyyət 50%-dən çox səs toplaya bilməsə, müxalifətin seçkidən sonra birləşmə ehtimalı yüksəkdir. Əvvəlki bələdiyyə seçkilərinin təcrübəsi göstərdi ki, hakim partiya səslərin yarısından çoxunu toplaya bilmədikdə, rəqiblərin ümumi nəticələri yerli idarəetmə orqanını götürməyə imkan verir. Oxşar ssenari iyun ayında keçiriləcək parlament seçkilərində də təkrarlana bilər. Erməni ekspertin iddiasına görə müxalifət qüvvələrinin vahid cəbhədən çıxış etməməsinin müsbət və mənfi tərəfləri var. Mənfi tərəflər müxalifətin səslərinin dağılmasıdır, lakin müsbət tərəfləri daha çoxdur. Misal üçün, birləşmiş seçki dairələri olarsa, bir müxalifət qüvvəsini dəstəkləyən, lakin digərinə qarşı çıxan seçicilər tərəddüdə düşə bilərlər. Seçkilərdən sonra bu qüvvələr parlamentə daxil ola bilsələr, səslərini birləşdirə və sadə səs çoxluğu qazana bilməyən hakim partiyanı devirə bilərlər. Birləşmiş seçki dairələri həm də hakimiyyətin müxalifət ittifaqını seçkilərdə qeydiyyata almaması riskini də yaradır. O bildirib. Qeyd edək ki, Gallup International şirkətinin Ermənistan ofisinin son sorğusunda Paşinyanın komandası öndə olub. Sorğuda iştirak edən respondentlərin 23,3%-i hakim partiyaya, 13,4%-i güclü Ermənistan, 7,9%-i çiçəklənən Ermənistan partiyalarına səs verəcəklərini bildiriblər. Robert Köçəryanın Ermənistan bloku isə 5,5% səs toplayıb. ABŞ-İran müharibəsində düyün nöqtəsinə çevrilən və atəşkəsi şərtləndirən Hörmüz boğazının taleyi müəmmalı olaraq qalır. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, müharibə İrana boğaza nəzarət etmək kimi unikal şərait yaratdı. Tehran danışıqlarda bu imtiyazlarını qəbul etdirməyə çalışacaq. Artıq atəşkəs dövründə boğazdan keçən gəmilərin İrandan icazə alması tələb olunur. Həmçinin Tehranın tranzit haqqı əldə etmək üzərində işlədiyi deyilir.
Lakin İranın praktiki olaraq boğaz üzərində nəzarətinin legitimləşdirməsi çətin görünür. Birincisi, hüquqi baxımdan belə bir imtiyaz qeyri-mümkündür. Hörmüz boğazı Süveyş və Panama kanalından fərqli olaraq təbii keçiddir və ona nəzarət etmək Dəniz Hüququ Konvensiyasına ziddir. İkincisi, İranın iddiası siyasi baxımdan problemə çevrilə bilər. Müharibə vaxtı Hörmüzün bağlanması qlobal bazara ciddi təsir edəndən sonra əsas təzyiq altına hücumu başlayan Birləşmiş Ştatlar düşdü. Lakin bundan sonra Tehranın nəzarət cəhdləri ona qarşı qlobal təzyiq cəbhəsini formalaşdıra bilər. Üçüncüsü, ABŞ-ni hücumları dayandırmağa sövq edən əsas amillərdən biri boğazın açılmasıdır və masada buna israr edəcək. Boğazla bağlı reallığı anlayan İran hazırda bunu masada əlini gücləndirmək, güzəştə nail olmaq üçün bazarlıq aləti, o cümlədən yenidən başlaya biləcək hücumlara qarşı yeganə təsirli rıçaq kimi görür. Bununla yanaşı nəzarət və rüsum əldə etmək hədəfindən də imtina etmir, çünki müharibə Hörmüzün strateji çəkindirmə əhəmiyyətini praktiki olaraq ortaya çıxardı. İran Hörmüz boğazını gələcək təhlükəsizlik kompensiyasının da mərkəzinə qoyacaq, hərçənd bu cəhd risksiz deyil. Boğaza nəzarət və rüsumu almaq istəyi Tehranı təkcə Vaşinqtonla deyil, enerji bazarının bütün iştirakçıları ilə üz-üzə qoyacaq. Bütün bunların fonunda müharibə yeni bir reallığı yaratdı. Hörmüz boğazı artıq təhlükəsiz deyil və istənilən qarşıdurma daşımalarda analoji vəziyyət yarada bilər. Bu reallıq Hörmüz boğazına marağı azalda bilər və alternativ axtarışları genişləndirə bilər və bu ən çox ABŞ və İsrail üçün sərfəlidir. ABŞ Avropa bazarına neft ixracını artırmaq imkanı qazanır. Venezuela neftinə nəzarətdən sonra Vaşinqtona istehlak bazarını genişləndirmək lazımdır. İsrail Hörmüz boğazını İranı beynəlxalq daşımalardan çıxarmaq və Fars körfəzinin neft-qaz ixracında tranzit rolunu oynamaq istəyir. Martın 30-da verdiyi açıqlamada uzunmüddətli həll yolu təklif edən Benyamin Netanyahu bildirib ki, Fars körfəzinin neft-qaz resursları Səudiyyə Ərəbistanından keçərək boru kəmərləri ilə Qırmızı dəniz və Aralıq dənizi sahillərinə nəql edilməli, bu yolla Avropa bazarına çıxarılmalıdır. O bunu Hörmüz boğazından İrandan qlobal asıllığın aradan qalxmasının yolu kimi təqdim edir. Netanyahunun təklif etdiyi marşrut daha bahalı olsa da, Hörmüzün təhlükəli marşruta çevrilməsi enerji istehlakçılarının, xüsusilə Avropanın bu alternativə marağı arta bilər. Bu, ABŞ və İsrailin müharibə şəraitində İranın tərəfindən rıçaq kimi istifadə olunan Hörmüz problemini enerji bazarı və nəqliyyat dəhlizlərinin dəyişdirilməsində istinad nöqtəsi kimi istifadə edə biləcəyini göstərir. Rusiyalı politoloq Konstantin Blokhin iddia edir ki, ABŞ İranla atəşkəs razılaşmasının nüfuzunu qorumaq üçün bağladı. Onun fikrincə İranı hərbi güclə parçalamaq mümkün deyil. Hər iki tərəfin müharibəni dayandırması və məqbul şərtlər üzərində danışıqlara başlaması məntiqlidir. Trump İranı daş dövrünə qaytaracağını demişdi, lakin indi danışıqların başlamasından istifadə edərək Tehranın geri çəkildiyini, tələblərini qəbul etdiyini iddia edir. Blokhinin fikrincə mövcud vəziyyət həm İran, həm də ABŞ üçün nüfuzunu qorumaq vacibdir və tərəflərin danışıqlar aparmaqdan başqa çarəsi yoxdur. Ermənistan Tramp marşrutundan Zəngəzur dəhlizindən keçidin necə təmin ediləcəyinin detallarını açıqlayıb. Telegraf xəbər verir ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri Eduard Hakopyan sərhəd keçid məntəqələrini idarə etməyə imkan verən vahid elektron platforma hazırlandığını deyib. Bildirib ki, bu platforma məlumatları birləşdirə, Ermənistan və digər ölkələrin məlumat bazalarına rahat inteqrasiyanı təmin edə bilər. Yük yoxlaması üçün elektron idarəetmə sistemindən istifadə olunacaq. Nəqliyyat vasitəsi haqqında bütün zəruri məlumatlar hətta nəzarət məntəqəsinə çatmazdan əvvəl əldə ediləcək. Sərhəddə növbələri azaltmaq üçün elektron sistem tətbiq olunacaq. Həmçinin yük maşınının çəkisini təyin etmək üçün bir sistemin tətbiq edilməsi planlaşdırılır. Riskləri avtomatik müəyyən edəcək və təmənnasız yoxlamalara imkan verəcək alətlər olacaq. Bütün bunlar yük axını üçün beynəlxalq səviyyəli xidmətlərin göstərilməsinə imkan verəcək, o bildirib. Hakopyan vurğulayıb ki, bu sistemin tətbiqi trip marşrutuna da aiddir. Bu o deməkdir ki, Zəngəzur dəhlizindən keçid maneəsiz şəkildə həyata keçiriləcək. Azərbaycandan gələn sərnişinlər və yüklər dəhlizdən istifadə zamanı heç bir erməni hərbçisi yaxud gömrükçüsü ilə qarşılaşmayacaq.
İranın Ermənistandakı səfiri Xəlil Şirqulami deyib ki, ABŞ və İsrailin ölkəsinə qarşı müharibəyə başlamasından bəri İranla Ermənistan arasında ticarət bir qədər zəifləyib. Diplomat əlavə edib ki, müharibənin davam etməsinə baxmayaraq, iki ölkə arasında ticarət davam edir, sərhəd açıqdır, avtobuslar və yük maşınları da daxil olmaqla nəqliyyat vasitələri keçid edir. Şirqulami Araz çayı üzərində ikinci körpünün tikintisi planından da bəhs edərək, bunun Ermənistanla İran arasında iqtisadi əlaqələrin inkişafına da töhfə verəcəyini bildirib. Bu layihə başa çatdıqda iqtisadi əlaqələrimiz genişlənəcək. Məsələ ilə bağlı Ermənistan rəsmiləri ilə təmasdayıq. Bu birgə layihə olacaq. Ermənistanla İran arasında dəmir yolu əlaqələri də daxil olmaqla yeni tranzit marşrutlarını aktivləşdirməklə münasibətlərimizin inkişafına müsbət töhfə verə bilərik.